Akşamın seyir əziz izləyicilər, xoş gördük hər birinizi. Bütün oruç tutanların oruç və dualarını Allah qəbul eləsin. Amin. Amin. Bugün 7 Mart 2026-cı ildir. Ləmbəran kəndimizin dəyərli ağsaqqallarından olan gözəl insan, Ləmbəran kənd Ağsaqqallar Şurasının sədri, gözəl insan Kərəm əminin evindəyik və eyni zamanda Kərəm əminin xeyriyyəsi oğlu kəndimizə uzun illərdir böyük dəstək verən Vüqar Süleymanov qardaşımız burada əyləşib. Güzel bir aksiya həyata keçiriblər ata və oğul olaraq. Bu küçə demək Nazım əminin evinin yanından tutmuş, biz bu tərəfə Nəvə əfəndinin kümbəsindən keçirik. Həmzə əminin evindən düz o başdan Rizvan əminin evinin yanından bura küçələr ümumi gecə işıqlandırılmasına işıqlanıb. İstəyərəm ki, bu haqda dəyərli ağsaqqalımız Kərəm əmi və oğlu Vüqar Süleymanov qardaşımız ictimaiyyətə açıqlama verək. Və əvvəlcədən də dəstək verənlərə təşəkkür edirəm. Eyni zamanda dəyərli ağsaqqalımız uzun illərdir 20 yaşından elimizin, obamızın, vətənimizin xidmətində olan Kərəm əmiyə Ləmbəran cəmaəti adından təşəkkür edirəm ki, həmişə ağsaqqal olaraq bizim dəstəyimizdə olub, elimizin, obamızın xidmətində olub. Eyni zamanda Vüqar Süleymanov qardaşımıza təşəkkür edirəm. Bütün aksiyalarda ən yüksək səviyyədə dəstək verib. Hər il İsmail Qurbanı vaxtı 150-170 ailə İsmail Qurbanı təşkil edirlər. Küçələrimizin şey bölünməsi hər iki qəbirstanlığın abadlığında ata və oğul olaraq yüksək səviyyədə dəstəklərini verirlər. Bizim də kanalımızın fəxri üzvüdürlər. Ləmbəran kəndimizin fəxridirlər. Buyur Kərəm əmi, istəyirəm ki, bu küçənin işıqlandırılması ilə bağlı ictimaiyyətə bir açıqlama verəsiniz. Salam. Və birinci etapda kimlər dəstək verib, onu da və Vüqar Süleymanov qardaşım da çağırışını. Salam, axşamınız xeyir olsun müəllim. Çox xoş gəlmisiniz. Atabala həmişə bu kəndimizin bütün işlərində, bütün aksiyalarında fəal iştirak eləmisiniz. Hər şeydə sizin sayənizdə baş tutur. Sizin əməyiniz böyükdür. Bunu danmaq olmaz. Allah sizi aramızdan əksik eləməsin Atabala. Siz ailəlikcən bu kəndimizin fəxri üzvlərisiniz, fəxri nümayəndələrsiniz. Sizin eviniz bizim cəmiyyətimizin elə bir nətər deyərlər, bir ata evidir. Bir ocaqdır, bir ora bir qibləgahdır, bir nətər deyərlər. Belə çox bir gözəl bir yerdir ora. Allah Teala sənin gözəl atana rəhmət eləsin, nənənə rəhmət eləsin. Allah razı olsun, başına. Həmişə də bax Allah Teala'dan arzu edirəm, bax belə həmişə yaxşı işlərə imza atasınız. Təşəkkür edirik. Bizim bu yayda, bizim bu İbrahim, İbiş, Nurəddinin oğlu bizdə iş görəndə mən dedim ki, Nurəddin, İbiş, əmin qurban, belə bir fikrim var mənim. Gəlsənə küçələrimizə işıq çəkək. Dedi ki, onun xarcı nədir? Dedim, valla dayın deyil, o çoxdur xarcı, hamı elə 50 manat versən bəs eləyər. Dedim, baş üstə. Oradan Abdullayev Əli İsrail əminin oğlu, ona dedim. Sonra Abdullayev Abdullayev Mamet Mürşid əminin oğlu, ona dedim. Onlar çünki ikisi dərvazə-dərvazəyadır. Hərəsindən 50 manat nə alıram? Onların ikisinə bir dərvazəyə işıq bəsdir. Hərəsi 25-25 dolar verdi. Sonra mən pulu göndərdim Bakıya. Abbasov Zahid qardaşımıza göndərdim. Oradan təmənnasız və plus 2 dənə işıq alınmalıydı. Mən dedim ki, 3 dənəsini al. Mənim öz hesabıma. Pulu mən köçürdüm onun kartına. O da işıqları aldı, gətirdi. İbrahim 50 manat veribdi. Bəli. Əli ilə də nədir? Onlar 250 manat verib. Bir də Miki əmi. Sonra mən dedim ki, bir-iki adama dedim işıq çəkək bura. Miki dedi ki, mənim gözüm üstə. Oralarda 3 dərvazadılar. 3 dərvazadan mən fikirləşdim ki, hərəsi 15-15 versələr, bəsdir. Nəsə bir Mikidən səs çıxdı. Miki verdi 15 manat. Miki əmi də 15 manat. 15 manat Miki verdi də qalanlardan səs çıxmadı. Da indi olmadı. Nəsə mən də dedim ki, İnşallah ki, yarın qoşularla bax. İnşallah. Qoşulan da sağ olsun, qoşulmayanda hamıya görsən küçəmizlə gözəl olur. Nəysə bu 3 dənə işığı həyata keçirdik sizin sayənizdə, turab gəldi. Şunun almışam, ondan sonra 60 manat əlimizdə vermişəm. O qalan xaricədə mən üzərimə götürdüm. Sonra ümumi neçə manat vəsait yığılıb bax bu adını çəkdiyiniz adamlardan? 115 manat. 115 manat. Əlavə də siz özünüzdən də 100 manat xərc çəkmisiniz. Başlı elə çıxır da. Bəli. 100 manat Kərəm əmi özü addelli xərcləyib bu aksiyaya. 115 manat da ümumi adı çəkilən insanlardan yığılıb vəsait. Ondan sonra mən Vüqara zəng vurdum. Dedim ki, valla belə bir şey var.
Bizim küçəmiz niyə hamının küçəsində işıq olsun, bizdə olmasın? Sən Rusiyyətdə olan uşaqlarımıza deyilən, onlar Allah canları sağ olsun. Vüqar yaxşı eşidirlər. Elə Vüqar deyən kimi hamısı tapılatdılar. Sağ olsunlar. Var olsunlar. Öpürəm hamınızı. Allah qazancınıza bərəkət versin. Allah o qərib yerdə sizi qorusun. Atdılar, indi qoyunların adını sizə təqdim edeyim. Vüqar Süleymanov qardaşımızın səsinə səs verən qardaşlarımızın da adlarını ictimaiyyətə təqdimini zəhmət olsun. Tofiq Əmrahov, rəhmətli Telmanın oğlu 40 manat. Əyyubov Hümmət Salmanoğlu 60 manat. Ramil Sahiyənin oğlu 50 manat. Mecdunov Fərəc 50 manat. Osmanov Polat 50 manat. Asaf İsmailov Həmzənin oğlu 50 manat. Əmrahov Pənah İsmailoğlu 50 manat. Opşi ümumi 300 manat pul yığılır. 300 manat pullardan pul yığılmış. Bu adı, indi adı Allah hamısına razı olsun. 7 nəfərdən 300 manat vəsait yığılıb. 300 manat vəsait yığılıb. Əlavə də Vüqar Süleymanov özü 3 dənə də əlavə artıq işıq alınıb, 10 dənə işıq çəkmişik bir. Onun da ümumi xarcı 700 manat pul eləyir. O 300 manatın da 400 manatı Vüqarın üstünə düşüb. Deməli əziz izləyicilərimiz, adı siyahıda keçən 7 nəfərin 7 nəfər Darvazasına çəkildi, 3 dənə də əlavə. bəli, 300 manat vəsait pullardan yığılıb. Əlavə də xeyriyyəçi Vüqar Süleymanov qardaşımız da 400 manat vəsait qoyandan sonra bütün vəsait tamamlanıb, həmən işıq bu küçəyə çəkilib. Allah xoşlar 10 olsun. dənə işıq çəkilir. Bəli, Hüseyin küçəyə. Oradan məsələn çəkmişik Zeynəbin başı qadındır, hardan alır pulu? Bəli. Vətənlə nasıl öz. Ondan sonra oradan çəkmişik Elxan babanın oğlu Xanəliyə imkansız adamdır, onun pulsuz o. Miçizadan Doqqazına çəkmişik, Mütalimin xaloğlu Mütalimin, Hümmət dayının oğlu. Məsələn, nə bilim, indi usta pulu verəcək, verməyəcək, bu da belə. İnşallah ki, deməli, əmoğlu, gələndə küçələrə baxdım, müəyyən yerlər qaranlıqdır. Buradan indi həmin insanlara çağırış edirəm. Gecə bu küçəni gedəndə küçənin nuruna, işığına baxın. İnşallah sizlər də bu aksiyadan geri qalmayın. Elə bu qardaşla əlaqə saxlayın. Vəsait verin ki, olmayan yerlərdə çəkilsin. 2 nəfərimizin adı qalır. Qəhrəmanla Suracəddin babanın nəvəsinin adı nədir? Elnur. Onlar 30 manat o verdi Qəhrəman. 20 manat da Elnur verdi. Qəhrəman. Qəhrəman şeyin qardaşı. Qəhrəmanın oğlu Məhəmmədin oğlu da belə deyəndə. Qoquşilin qardaşı. Qoquşun qardaşı. Bax bu olar da belə. Həmi təşəkkür edirəm sizə, Allah sizə var eləsin. Bu Deməli ondan 350 manatdır. 350 manat. Bu 50 manat da qoyun bura. Ondan 350 manat. İnşallah onların küçəsinə çəkiləcək. Çəkildi ki. Çəkilib, bu gün çəkilib. İnşallah birazdan Vüqar Süleymanov qardaşımızla çəkiliş eləyər. Müəllim indi birazdan çıxaq. bəli, çıxaq. Deməli indi burada bu 50 manatı da bura gələndə deməli Vüqar olur 350 manat. 350 manat ki Vüqar özündən pul xərcləyib var. Ha, nəysə. Buyur, əməl. Axşamınız xeyir olsun. Allah sizə ömür versin müəllim. Çox sağ olun. Atabala papam da dedi, mən də deyirəm. Çox əziyyət çəksiniz kəndimiz üçün. Allah sizdən razı olsun. Çox gözəl işlər görülür Ləmbərən kəndində. Yəni bunun analogu olmayan bir şeydir bu. Allah hamd olsun. Evet. Çox birliyimiz var. Allah Evet. hər iki cəmiyyətimizə can sağlığı versin. Amin. Cəmiyyət olaraq biz öz kəndimizdə yüksək səviyyədə gözəl işlər görmüşük. Bəli. Yəni bu işin ən öndə birinci fundamenti Mədət əmi qurubdur. Allah Mədət əmindən razı olsun. Ondan sonra da birləşib Hacı Bəli. Ondan sonra da elə bütün ağsaqqallarımızın hamısına can sağlığı arz edirəm. Sonra da cəm şəkildə Ləmbərən kəndində qəşəng qruplarımız var. Çox gözəl işlər görürük. Yəni baxırsan adamın ürəyi dağ vurdur. Allah hamd olsun. Yəni bu işıq sistemi cəmiyyətimizdən başlayır. Allah Taala cəmiyyətimizə dəyməsin. Amin. Allah xeyriyyətçilərimizi qorusun. Amin. Çox gözəl işlər görülür. Allah cəmiyyətimizi qorusun. Digər rayonlar da bizə baxırlar, bizdən örnək götürürlər. Deyirlər ki, görün Ləmbərən kəndinin cəmaatı halal olsun. Görün nə gözəl işlər görür. Gəlin biz də öz kəndimizi həmən kimi Allah hamd olsun. Yəni digər rayonlar bizə baxıb bizdən ibrət götürürlər. Düz. Allah yenə deyirəm, hər iki cəmiyyətimizə can sağlığı versin. Amin. Demək biz cəmiyyətlə bütün kəndimizin əsas magistral deyək də ana yollarını işıqlandırmışıq. İndi də küçələrimizdə Allaha şükür öz şəxsi vəsaitimizlə işıqlarımızı çəkirik. Hər bir tərəfimiz elə bilsən gün ortadır. Elə gəlsin. Adam baxır adama ləzzət elə Allaha olsun. Bəli, çox hər şey super, qəşəng. Yaxında da deyək Allah Qaraş müəllim də, Yusuf müəllim də canını sağ eləsin. Onlar da bir edir getdilər, yolumuzu qəşəng düzəltdilər.
Yəni çox gözəl birliyimiz Yaşamalarımız var. gedək, Allah hamd olsun. işimiz İnşallah. Allahın köməyi ilə. İndi gedib bu gün çəkilən o işıqlara Allah tərəfində canını sağ eləsin. Ölənində Allah canını sağ eləsin. Hər kimin əziyyəti kəndimizdə Dönənlə zəhməti bir keçib əziyyət Allah hamısından Kim razı əziyyət olsun. çəkir? Allah hamısının qazancına min bərəkət versin. Amin. Həmişə başları uca olsun. Birliklə çox gözəl işlər görmüşük. Da bundan artıq nə ola bilər müəllim? Sağ olun. Allah razı olsun. İnşallah bundan sonra da bu gün Əmrahlı küçəsində bu işləri görmüşük. İnşallah da bu yaxın zamanda Süleyxanbax küçəsində inşallah. küçəsində. Bəli, bəli. Oranı da işıqlandıracağıq. Öz vəsaitimizlə inşallah hər iki küçənin ikisində də öz İnşallah da doğmalarımız dəstək var inşallah. Allahın köməyindən kəndimiz sürətlə irəli gedir. Allah sizdən razı olsun ki, demişsiniz ki, qəsəbə adını bu Ləmbərən kəndinə Allahın verəcəyik. köməyi. İnşallah o gün də gəlib çatar. Dövlətimiz Allahın Ləmbərən köməyi. kəndinə. İnşallah. Allah dövlətimizi, vətənimizi, millətimizi qorusun. Amin. Hər şey Dövlətin yaxşı Ləmbərən olur. kəndinin zəhmətini, Allah qiymətini xeyrətçilərimizə can Ləmbərən sağ olsun. kəndimizə qəsəbə adını verəcək mütləq. İnşallah. Təşəkkür edirəm. Çay içək, keçək küçələrimizə baxmağa. Bəli, gedən baxan Süfrən açıq olsun. Sağ olun. Sağ olun. Allah razı olsun. Evinizdə həmişə toy bayramı olsun, sülh olsun. Təşəkkür Bayramımız Allah'a mübarək. şükür kapımız Ramazan açıktı. bayramı. Gözümüzde yerine. Sağ olun. Allah razı olsun. Yüceler. Maşallah olsun. Bura Kümbəcə yaxın ərazidir. Həmzə dayının gəlbasıdır. Bax buradan elə işıq oradan başlayıb. Elə mi Kərəm əmi? Ha Rızvan dokuz. Rizvan əmi gelin. Yeganə bir Ya, gəlbasıdır. Rızvan Onu eşitdiyimə görə Ben özüm onu hediye onu ettim. pay çəkib Kərəm əmi ora. Eyni zamanda oranın durbasını, su durbasını. O balaca var ya ne diyorsun? Yereli. Releni pay verdi. Işığı şunu uzadım ben. Eyni zamanda onların körpüsünün turbasına pay Dedim verdi. koy o kalmasın da sıradan. Bütün küçələrdən bax belədir, işıq. Hər bir şeydə ürəyimiz istədiyi kimi olsun. Bəli. Deməli Bizdən çox fazladır. Hadi bir de gözlerdi. Ben buna bak fikir ver. Allah razı olsun. mən həmişə ən oğlu düşünürdüm ki, görən ilahi burada nə varsa işıq olacaq. Görürsen olur. İnsanın ruhuna ən böyük sıxıntı verən yerlərdən idi. Qazına görə öz yeznəsi sağ olsun. Sahiyə bibinin oğlu, Rahmi qardaşım. Allah canın sağ olasın. Həmişə başı ucu olsun. Kazancına Hansı bak. aksiyalarımız olubdu, hamısında dəstəyi var. Allah köməyi olsun. Əminin oğluna qədər verir dəstək. Saratovdan Həmzəmin oğlu Asaf qardaşım göndəribdi. Sağ ol, Asaf. Sözünü Neçə maç göndərmişdi? Allah kömək olsun. Asaf qaqa bax dərvazanızın ağzına. Görsən maşallah olsun. Neçə maç göndərmişsən oğlu? 50 manat göndəribdi. Maşallah olsun. Ben ona dedim, bu baş üstə. göndəribdi. Asaf da 50 manat göndəribdi. Sağ ol Asaf. Sözümü durdun. Allah rəhmət eləsin. Xəllənmə. Polat günün dərvazasına Polat da 50 manat dəstək Sağ olsun, olubdu. sağ olsun. Keçən orada Ondan keçən sonra oradan Sabirəm gün 9-una vuruldu. Fərəcin şey yox idi. Nədir? İşığı. Şu söçkü yok diyen ora bağlı. Ona görə də Allah məhərrəmə rəhmət eləsin. Amin. Allah Fərəcində qazancına min bərəkətin. Fərəc Amin. 50 manat göndərib. Amin. Allah canından sağ olsun. Köməklərində olsun. Gedək Polat günü dərvazasına. Gəl, gəl. Bura Rizvan əvginin dərvasıdır, yeganə xalım bir qalsaydı dərvasıdır. sol Görsən olurdu. maşallah, buralar da işıqlanır. Maşallah olsun. Bu da rəhmətli Xəlil əmigilin Polaşın dərvasıdır. Bu da Allah dostu olan övliya. Nəf Əfəndiylə Bol Əfəndi. Allah göranın nurla doldursun. Allah Teala Kümbə deyilir bura. onların cəddi bizə kömək olsun. Amin. Evimizə, xalqımıza, millətimizə. Burada Polat dərvası. Bax qaqa dərvazanızın ağzına maşallah olsun. İkiniz qaqa birlik olanda nə gözəl işlərə addım atırıq. Allah yenə deyirəm, hamınızdan razı olsun. Amin. Allah qazancınıza min bərəkət. Gecə vaxtı bunu çəkməkdə məqsədimiz budur ki, başqa qardaşlarımız da bu aksiyalara qoşulsun, öz küçələrini bax belə işıqlandırsın. Allah Bəli. qeyriyyətçilərimizə can sağlığı. Yəni bu hər birimizin baş ocalığıdır ki, Ləmbərən kəndində nə etsəniz, özünüzün rahatçılığınız üçün edirsiniz. Biz gör harda yaşayırıq. Bax, Rusiya haradır qardaş, amma ürəyimiz kəndimizlə, vətənimizlə deyilir. Bəli. Yəni Allah can sağlığı versin. Bu ana Amin. bacılarımız bu qaranlıq küçələrdə getməsinlər. Həmişə atdıqları addımı bilsinlər, hara atırlar. Allah can sağlığı versin. Bundan başqa nə deyəm? Bəli, gözəl, əla, gözəl, gözəl. Allah o dostuma gözəl atana rəhmət eləsin. Amin. Bax elə bu işığın ki düşürək sənin bu sapı ocağa. Elə o ocaq yiyəsi atana həmişə cənnət məkan qismət eləsin. Allah Ha. can sağlığı versin. Allah sənin də var eləsin. Çox sağ ol. Amin. Allah əlini qalın eləsin, canını sağ eləsin. Həmişə oradan sağ səsin gəlsin. Amin Allah, amin. İnşallah bu küçələrdə kimlər də dəstək verməyib, onlar da aksiyaya qoşulsun. Telə çəkilməyən yerlər var, orada qaranlıq olmasın inşallah, oralar da işıq çəkilsin. Maşallah küçəni görün nə gözəl olur, nə gözəl işıqlıdır hər yer. Burada da iki işıq çəkilir. Hayır, buranı da çek başladım. Bax oranı görsən Fərəc pulun göndərmişdi. Sağ olsun. Allah razı olsun. Bax elə Neçə manat?
Fərəc də 50 manat pul göndəribdi. Ramil də Sahiyə bibinin oğlu Ramil də 50 manat pul göndəribdi. Allah hər birindən razı olsun. Orada Fərəcin dərvazasıdır. Burada Sabir əmdir, bir də Tərbiz qardaşımızındır. İnşallah. Burada da Zeynəb bacıdır. Bəli. Elə fərqi nədir? Fərəc göndəribdi. Ondan sonra Ramil göndəribdi. Elə 2 dənə işığı bax bu qonşu arasında bölüşdürmüşük. Küçə də qəşəng işıqlıdır. Bundan gözəl nə ola bilər? Bəli. Allah can sağ olun. Kimlər aksiyaya qoşulmuyor, qoşulsun. Xeyir versin. Əla. Amin. Sağ olun. İrəli, irəli. Əmi, kaş burada olar. İnşallah Məhəmməd əmin o Talih qardaş göndərər. Göndərsə biri də bura çəkisə, Talih inansın burada nəsə işıqlı olacaq. Allahın köməkliyi ilə. Özü es Kərəm əmi görə tərəf gedirik. Və bax, nur satır hər yer. Burada Əziz qardaşlar, bunu da Allah rəhmət eləsin. Salman babanın dərvazasıdır. Namət qardaşım bu küçədə yaşayır. Elə ona da qarşı Ümmət əmi Allah atasına rəhmət eləsin. neçə maç göndərmişik. Ümmət əmi də 60 manat göndərib. Maşallah, maşallah. Allah razı olsun. Allah Amin. qazancına min bərəkət versin. Amin. Ümmət əmi bütün aksiyalarımızda həmişə yüksək səviyyədə dəstək olub. Bəli. Allah canını sağ eləsin. Sağ olsun, amin. Ata Allah canını sağ ocağıdır. eləsin. Başı uca olsun. ol, Atasına, aydın anasına ehsan olsun. Allah razı olsun. Allah canını sağ eləsin. Bu da bizim dərvazamızı Tahir elə Yönüm Çəndərayına başladı. Bu da bizim 100 manat, es Kərəm əmi 400 manat Buqar Süleymanov qardaşım dəstək verir. Buradan da belə deyək, Tofiq göndəribdi. Rəhmətli Telman əmin oğul neçə manat qoyur. O da 50 manat göndəribdi. Allah qazancına min bərəkət. Amin. Görsən, bax, küçə Allah'ın olsun tam qəşəng. Nurdur, nur. Super. Nur, nur, nur. Ha. Maşallah olsun. Kərəm əmiginin qapısı Allah bura. razı olsun. Allah qazancına Allah min yaxşı bərəkət eləsin, versin. gedin, Allah başınız atana aman rəhmət eləsin, eləsin. damla Super. Gecən xeyirli qalsın əmi. Sağ olun. Uğurlar. Çox sağ olun. Allah Super canını qəşəng. sağ eləsin. Yəni hamısını göstərdikdə ta buradan belə nə qaldı yenə? Ta buradan da Bəli. beləndə papam özü 3 nəfərdən pul yığmışdı. Çəkib göstərmişik. Hə, oradan Amma yenə də Əli çəkirik. Gildi, Mamed Əmidir, bir də Mükə əmin 9-ıdır. Bəli. Hə. Bir də Qəhrəman gün 9-ına. Çaya tök. Hə, bu da Telman əmginin Allah rəhmət eləsin. Rəhmətli Telman əmginin dərvazasıdır. Və Pənah əmiginin dərvasıdır. Əmrahov Pənah. İsmail babanın oğlu da 50 manat bu aksiyaya dəstək verib. Allah tövfiq qazancına min bərəkət versin. Allah köməyin olsun. Bax belə maşında işığını keçsəm, görsən super qəşəng. Bax belə o pəncərəni də yendirim. Allah Telman əmiyə rəhmət eləsin. Allah Telman əmgiyə də rəhmət eləsin. 50 manat göndərmişlər əmi Tofiq. Hə, tövfiqin də qazancına min bərəkət versin. İnşallah inanla ki bu küçədə kimlər dəstək vermir, onlar da qoşulacaq bu aksiyaya. Valla çox gözəl, qəşəng. Ondan yaxşı nə ola bilər? Yaxşı. Burada belə lazımdır. Maşının işığının keçidi, bu da Telefon da şin keçid ayır. Tösəmgilin dərvazasıdır. Bizim dəyərli qardaşımız Qaçayın dərvazasıdır. İnşallah o da Yəni elə aksiyaya başa düşürəm qoşulsa ki, bu biz inşallah, işdən çəkərik. Qaçay da bizim aksiyaya qoşular. Yəni Allah canını sağ eləsin. Gənə sağ olsun ki, elə bunu dərvazasının ağzından Bəli. asıbdı. Amma gücdən qayırıq Amma inşallah. işıq çox zəifdir də. Yəni istəsə inşallah o da Yeniləyər. yeniləyər işığını. Bu da Əli əmiginlə Mamed əmigin Bu da dərvasıdır. qardaşımız Əlinin dərvazasıdır. Bir də Mamed əmiginin Hərəsi 25 manat Azəri dəstək verir. dərvazasıdır. Hə, işığı da çək qaqa. Görsən Allah qazanclarına min bərəkət versin. Super. Amin, amin. Yəni küçə baxırsan düz deyə ha. Nazim əminin dərvazasına qədər hər şey işıqlı, qəşəng. Cəbra Tahir. Qardaşlar, bax bu küçədə Nazim əmgilin dərvazasıdır. İbiş qardaşımızın dərvazasıdır. Usta İbiş. Usta İbrahim qardaşı. Allah canını sağ eləsin. Bax İbrahim Amin. əmgilin dərvazasıdır. Bu da o da 50 manat dəstək olubdu. Mikrofon burada da eşidilir. 50 manat da İbiş dəstək olubdu bu işıqdan ötəri. Allah qazancına min bərəkət versin. Amin. Çox gözəl, super. Yəni öz küçələri, dərvazasının ağzı qəşəng işıqlı. Hər yer işıqlı və gözəl. Hər tərəf işıqlı. Allah canlarına sağlıq versin. Super. Əla. Çox gözəl. Maşallah olsun, buralar da işıqlıdır. Buralar da qəşəngdir, super. Tacı. Bu da əziz qardaşlar. Bir dənə Tahir mənçi. Bax bu da bizim cəmiyyətimizin Bəli, gördüyü bəli. işin nəticəsidir. Bax magistral yol mən buranı deyirəm də ana yol. Kuruqavoy düz deyə kəndin girəcəyindən başlayır, bax gəlir burayla Atamoğlangilin rəhmətli Kərim dayının dərvazasının ağzından Düz yeri keçir. sağ. Düz o qəbirstanlığa gedən yolla, o bir məktəb yolundan gəlir birləşir ana yola. Allah xeyrətçilərimizə can sağlığı versin. Allah cəmiyyətimizi, qrupumuza, bu Baxşeş müəllim olan qrupa, bütün hər iki qrupun ikisi də kəndə xidmət edir. Allah can sağlığı versin. Amin. Super, qəşəng. Allah razı olsun. Beləli. Bu saniyədir. Bu da kəndin. Bu da kəndimizin bax cəmiyyəti gördüyü işıqlardır. Bəli, Görürsünüz, maşallah. maşallah Doğru, olsun. sola- Maşallah. Bax cəmiyyət budur, əziz qardaşlar. Maşallah. Allah
can sağlığı versin. Amin, amin. Ha, bak burada da var. So, buradan belə də gene qayıdır bu yol Söyxan Baş küçəsinə. Ha, Qəhrəmangil Allah razı olsun. Onlar da dəstək olublar. Qoquşgil Rəhmətli Məhəmməd əmin oğlu, ay sağ olun. 50 manat veribdi o da. Rəhmətli Məhəmməd əmin oğlu, Qəhrəman qardaş. Qəhrəman 50 qardaş. manat verib, bax bu 50 manat təvəssüdür. dəstək olubdu. Bax bu gün də bunu da bunu da büyünlərim qurublar. Allah Turabın da, Qəqənin də canını sağ eləsin. Allah başlarını uca eləsin. Gör nə gözəldir. Allah haqqı super. Qəşəng. Ha, bax burada bir bağlayıblar, bu da Bu xeyrəti bu işıqda qədər. əziz qardaşımız elə yəni öz vəsaitimdən bax bu da Salim əminin dərvazasıdır. Rəhmətli Rövşən Rəhmətli Şəkili. Rövşən Kamil əminin qardaşımızın, dərvazasıdır. Kamil əminin dərvazasıdır. Ha, bunu da mən öz şəxsi Vəsaitimdən pay bağlayıb, ehsan edib. Allah elimizə, obamıza həmişə can sağlığı versin. Allah Amin Allah. xeyirlərin versin. Bu küçədə də gedib gələnlər işıqlı küçələrimizdə yaxşı. Əməl, bunu da sən çəkmisən. Bu da Allah rəhmət eləsin Elxan babaya, onun da oğlu Kanali əminin Çotçikinə bağlamışıq. Burada bizim qalır Söyxan Bax küçəsində, ağzı bu tərəfə, mənim babam gil olan da bu küçə. İnşallah oranı da bir yaxın zamanədə bir həftəyə, 10 günə oranı da düzəltdirəcəyik. İnşallah. Allah can sağlığı versin. Qəşəng super deyir. Bu da Mükəmmilin doqqazı. 15 manatda Mükəmmil dəstək. Bəli. Onun da qalan da əziyyətini mənim atam çəkibdi yenə. Bəli. Öz şunuludur, ondan sonra qalan pulu, Mayalı, Kərəm əmi. usta puludur. Yəni hamısını atam öz cibindən ödəyir. 100 manat Kərəm əmi artıq vəsait xərcləyib. 400 manatda bu qarı Süleymanov qardaşımız Allah xeyir əlavə eləsin. vəsait xərcləyib. Allah Dəstək xeyir olanlardan eləsin. əlavə. Qəşəng, super. Maşallah olsun. Maşallah olsun. Maşallah olsun. Əziz qardaşlar, bax mən bu videonu da Mikrofon yaxın. cəmiyyətimiz üçün çəkdirirəm ki, Allah Teala sənin canını sağ eləsin. Bax bir dənə qabağa çək bu işığı. Mikrofon yaxın tut. Görürsünüz, bax əziz dəyərli qardaşlar, bax bu arada söz-söhbət olur ki, qrupdakı cəmiyyət bizə nağar etdi. Yəni Bəzi adamlar sizin istəyir. özünüzü Allah Teala nə qədər yumuf ki, siz görmürsünüz ki, cəmiyyət bizə bu boyda gözəl işlər görübdür. Bəli. Cəmiyyətimizin sayəsində gör nətər küçəyə işıqlığına baxın siz. Bundan gözəl nə istəyirsiniz, əziz dəyərli qardaşlar? Bax, cəmiyyət gördüyü iş budur. Allah cəmiyyətimizi qorusun, Allah xeyriyyətçilərimizi qorusun. Bu sözlü söhbəti qutarın. Bəli. Görün nə gözəl iş görür O cəmiyyət. danışanlar ki var, cəmiyyətdən nağarıb. Ya yaxşı. Axıra qədər bax küçələrin hamısı belə işıqlıdır. Bəli. Bundan artıq nə istəyirsiniz? O danışanlar ki var, cəmiyyətdən nağarıb. O sözdən söhbətdən cəlur ki, cəmiyyətimizə dəstək olun. Bəli. Allah həmişə kəndimizə gözəl iş görməyi bizlərə nəsib eləsin. Biz də onlara qayıt deyirik, yaxşı siz nağar mısınız, ay danışanlar? Ay boş danışanlar, bəs siz nağar mısınız? Cəmiyyətlər bu qədər işlər görür. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.